əriniz pikə çıxdı. Həmkarınızın bugün ilk günüdür. İşler ay işler, 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 işler ay işler. Bağladım. Hi Ken. Hi Ken. Hay Can. Can yok. Ken. O İngilis dilində Aycan yazılır, bizim dildə Aycan oxunur. Yəni o qədər də savadsız deyil. Deməli telefonundakı Slesser Cavanşir buymuş. Bugün onun intikam günüdür. Bax mənim bundan nəyim əskiydi axı? Bir dəqiqə. Ona qalsa Şakiranın Qavin'in anasında nə əskikliyi var idi ki? Bunu bağladım. Ayda, qaz açıq koydum. Mənə Barbie demədi. Nə demədin? Barbie. Döyməsən zannət. Üşüdüm ha. Açmaqdır. Evlənirsən ha? Sən kimin oğlan? Qoç qurban, inək qurban, belə dəvə qurban. Ona belə anası qurban, anası. Çox. Belə ona nənəsi qurban. Nənəsi qurban. Belə tezliklə bir nəticə gözləyirəm. Yalnız düşə aptekə. Yaxşı bir test salası. Verəsiz gəlmə. Gəlin gedə hamama. Hamamdan çıxanda gülə-gülə belə deyək ki, gözünüz aydın olsun, Xat içidir. Hə, yaxşı dayım ama da yaxşı. Nə oldu bu? Tüksüz şaftalı. Nə qurdalırsan telefonumu? Hə? Şaftalı. Baxırsan görəsən ki, kiməsə açıq-saçıq şəklimi göndərmişəm, sonra da yazmışam ki, tez bax sil. Yoxsa sən qız nömrələrini oğlan adı ilə yazdığın kimi mən də oğlan nömrələrini qız adı ilə yazmışam, hə? Sən əməli başlı adamın beyninə qut salırsan, Sən indiyənə kimi mənə bir ondan çox əmi qızı nömrəsi göstərmirsən, İndi o kimdir Nazami qızı? Kimdir o yığan? Küssən başıva. Mənim 11 dənə əmim var, 11 dənə əmin var. Dayıdınla bu aramızda söhbəti salasan babondur da. Bu futbol komandası yığırmış. Zamenzad yox idi orada. Mənim 6 dənə də bibim var. Babon dinc durmayıb sənin. 17 dənə uşaqsan, sevgiyə bax. Nə sevgi? Onlar da bizim kimi yola getmirmişlər. Tez-tez küsürmüşlər. Barışanda da babat barışırmışlar, ha. Turuş. Mənə başa düşdü. Mən elə eləmədim, mənim ürəyimdə xal qalmasın da. Nazlıya zəng eləmək istəyirsən? Yığ. Yığmayan da kişi deyil. Amma bu axırıncıdır. Al. Mənim nişanlım mənə alladıb, başqası ilə evlənir. Mən intiqam istəyirəm. Siz burada Bir dəqiqə dayan. Bir dəqiqə mənə qulaq as da. Rəfiqə hər şeyi həll eləyib. O dediyin sumkadadır. Hə. Ay sağ ol. Götürürsən onu.
gedirsən toya. Mən məclisin bu yerində təklif edirəm ki, bəylə gəlinin love storiesine baxaq. Bu love story'yə baxandan sonra gəlinin atası biləcək ki, mən mama padruqam gilə gedirəm deyəndə qız əslində hara gedib. Oğlanla nə hoqqalardan çıxıblar toydan qabaq. Mən təklif edirəm ki, baxaq monitora. Evlənirsən ha? Evlənirsən deyəndə ki, dadamdır da qoyun özünü səyil. Deyir evləndin. Evlənmədin, belə qoyun nəsillərdən tapasın. Yaxşı, biz nə olacaq? İkin var. Mən? Hə. Və sən? Əsas sevgidir. Mən də səni sevirəm. Əvvəl atam işimə qarışırdı, indi atam uçdu. Bax, vəsə. Bir dənə evləndim. Müəyyən həftələrdən sonra Ayşələ deyirəm ki, davay getdin dədəngilə. Mən gedirəm komandirovka. Çıxır gedir dədəsigilə, mən də gəlirəm bura. Şən və firavan yaşayırıq. Yaxşı, bəs qaynatan deməyəcək ki, qızımı niyə tək qoymusan? Kim? Qaynatan. Ay, qaynatam qələt eləyir, başını döyür, elə mənim öz dədəmin başına. Qaynatam nədir? Ki, o sərri adamdır. Ya o bir yerdə duran deyil ha, o bilsən nədir? Tülkü deyil, tülkü. Onu haralarda görüb bizim uşaqlar. Aycan yalı çapqını. Üzr istəyirəm, Turanə xanımın gələcək uşaqların atası deyil, sinə danışan. Mən olar bir söz soruşum, amma xahiş edirəm söyməyəsiz. Qardaş ayıbdır. Söyüş niyə söyür? Nazadır danışan. Bəli, Nazə xanımdır. Nə lazım idi? Bir şey soruşmaq istəyirəm əmi oğlu. Siz Turanə xanımın əmsi qızısınız? Bu nə sualdır? Üzr istəyirəm, Nazə bəy, Nazə bacı, əynimizdə əgər paltar varsa olar, mən sizə görüntülə zəng edeyim, baxın bir söhbət edeyim. Gözlə ərimə verim telefonu, o sənə deyəcək, görüntülü yox, yoxsa yox. Sən kimin oğlu? Xoruz da düşün. Puh! Sənin kimi oğlun boynu yerə soxun. Puh! Puh! Sənin kimi nəvənin üstündən iki xət. Puh, 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 puh. Puh!